Herkese salam qızlar, necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Çoxdan da yox idim. Oralara girməyək, heç o mövzulara girməyək. Nəysə başlayaq. Bugün istəyirəm sizinlə bitənlər videosu çəkim. Bir səbət yığmışam, bitənlər. İstəyirəm ki, bunları, düz mən bunları istifadə eləmişəm, hansına razı qalmışam, hansına razı qalmamışam, hamısını sizinlə bölüşmək istəyirəm. Keçmək istəyirəm. İlk başlamaq istəyirəm. Hamıya tövsiyə elədiyim bu şampundan. Qızlar, bunu Rossmann'dan alıram. Bitdikcə də alıram və çox gözəl şampundur. 2-3 yumadan bir istifadə eləyin bu şampunu. Deməli, saçlarda yağlılıq, həcmsizlik, hansı ki yuyandan sonra biraz saçlar başa yapışır, o hissiyat olmayacaq. Çox havalı, çox belə təmiz hissiyat verir və məncə nəinki hissiyat, doğrudan da təmizləyir. Sonra saçlarda kəpək varsa, tökülmə varsa və yağlılıq varsa, bu bir nömrəli şampundur. Mənim demək olar ki, istifadə etmədiyim şampun bəlkə də yoxdur. Bu, ən çox razı qaldıqlarımdan biridir. Qızlar, bu Garnier'dən olan şampundur. Üstündə almanca yazılıb. Tərkibində çoxlu otlar, gicitgan da var tərkibində və deyəsən, səhv etmirəmsə, burada bu nədir? Bu rozmarin də var tərkibində. Əgər səhv etmirəmsə. Çox gözəl şampundur, tövsiyə edirəm sizə də. Alın, istifadə eləyin. Ümid edirəm ki, siz də razı qalarsınız. Sonra qızlar, Marodermdən belə bir şampun istifadə eləmişik. Bunu qızımın saçları üçün almışdım. Saçlarında aşırı dərəcədə yağlılıq və kəpək var idi və kəpək üçün almışdım bu şampunu. Çox gözəl şampundur. Bir-iki dəfə də özüm də yumuşam, istifadə edib öz saçlarımda da prob eləmişəm. Çox qəşəng şampundur. Məsləhət görərdim. Ümumiyyətlə, bu markanın məhsulları çox yaxşı olur. Üz baxım məhsulları da var bunun. Məncə elə hamısı da yaxşıdır. Belə, bilmirəm, qeyd elədim ya yox, bunu da Rossmann'dan almışdım. Elə davam eləmişkən, elə şampunlarla davam edək. Yəqin bu üstdəkilər ancaq şampunlardır. Elə düşünürəm. Necə gəldi, tökmüşəm paketdən bura. Schwarzkopfdan belə bir şampun almışdım. Bunu da Rossmann'dan almışdım. Demək olar ki, belə şeyləri Rossmann'dan alıram. Qızlar, bu o qədər bəyənmədim. Nəyə görə? Bu belə yağlı hiss buraxır saçlarda. Duşdan sonra əlini elə bir saçına aparırsan, elə bil ki, yumamısan. Elə yağlı bir hissiyat buraxır. Düzdür, almışdım deyə bunu da istifadə elədim, bitirdim. Yəni, atmayacam ki. İstifadə edib bitirmişəm, amma bundan razı qalmamışdım. Bir də almaram. Böyle şampunlarla davam edək. Sonra Pantene. Pantene tələbə vaxtlarımdan indiyə kimi istifadə etdiyim və qoxusuna vurulduğum bir şampundur. Düzdür, bu qablaşdırmada olandan o Pantene'in bildiyimiz ətrinin o qoxusu gəlmir. Bunun ətri biraz fərqli idi. Bildiniz də, yəni ənənəvi standart Pantene qablaşdırmalarını deyirəm. Onların ətri üçün mənim ürəyim gedir. Bunu da almışdım. O qədər də yaxşı çıxmadı. Bunu o qədər də bəyənmədim. Belə. Sonra belə bir ağız yaxalayıcısı almışdım. Bunu da Rossmann'dan almışdım. Bunu da bəyənmədim. Sadəcə olaraq istifadə elədim ki, bitsin. Bir də alaram-mı? Almaram. Sonra Isana'nın və Batiste belə bir quru şampunu. Mən quru şampun demək olar ki, çox istifadə edirəm. Quru şampunu istifadə eləməyimdəki məqsədim əslində saçlarımı gec-gec yumağım deyil. Sadəcə olaraq bəzən həcm vermək üçün istifadə edirəm bunları və yəni çox bəyənirəm verdiyi həcmi. Bu da çox gözəl idi. Başqa cürünü almamışam. Bunun elə bu ətirlisini yəni almışdım Isana'dan. Bunu da çox bəyənmişdim. Çox qəşəng idi. Fresh bir qoxu verir saçlara. Ağır, narahat eləyəcək bir ətir buraxmır saçlarda. Doğrudan da yeni yuyulmuş şampun ətri verir. Çox gözəldir. Bunun adətən yaşıl olanını istifadə edirəm. İndi də hal-hazırda məndə evdə olan yaşıl qablaşdırmada olanıdır. Sadəcə olaraq bunu da aldım. Bunun ətrini o qədər bəyənmədim. Mən niyəsə vişnənin qoxularını, yəni ətirlərini, vişnə tərkibli ətirləri, şampunları, eləcə də bu şeyi çox da bəyənmədim.
Amma effekti eynidir. Yəni çox qəşəngdir bu markanın şampunu. Sadəcə mən ətrini bəyənmədim. Bəlkə kimsə vişnə ətri bəyənir. Ola bilər. Onlar üçün xoş ola bilər. Belə. Sonra Nivea. Bunu bilirəm, indi deyəcəksiniz ki, bu çox zərərlidir tərkibində. Zərərli komponentlər var. Nə bilim, nə var, amma məcbur alıb istifadə edirik və illərdir istifadə etdiyim budur. Nivea'nın bu seriyası. Bu qızılı belə nəsə qızılı rəngdə olanıdır. Digər rəngləri də var. Cəhrayısı, pudra ətirlisi, nə bilim, şampun ətirlisi. Amma bunu ən çox bəyənirəm. Bir də bunun ətri neytraldır. Yəni istifadə etdiyim parfümlərlə baş-başa gəlib belə narahat edəcək bir qoxu buraxmır üstümdə. Ona görə də bunu çox bəyənirəm. Sonra qızlar, Medipil'dən belə bir göz ətrafı nəmləndirici almışdım. Bunu Rossmann'da satış təmsilçisi çox təriflədi. Çox təriflədi və mən aldım. Adətən elə bir xarakterim yoxdur. Aldığım şeyləri bitirməyə çalışıram. Amma bunu o qədər effektini görmədim ki, demək olar ki, yarısından çoxu içində elə qalıb. Yəni, sıxsam görəcəksiniz. Baxın. Elə bir xeyir eləmədi, yəni göz ətraflarımda. Ona görə də bunu bəyənmədim. İndi bəlkə kimsələr bəyənər, amma mənim üçün gözləntimi yerinə yetirmədi. Onu da gedir. Onu sonra İsana'dan belə bir E vitaminidir, səhv etmirəmsə, yoxsa C vitaminidir. Neyse, bunu da bəyənmədim. Çox yağlı bir his buraxır dəridə. İstifadə edə bilmədim. Belə 3 ədədi qalıb üstümdə. Sonra Maybelline. Maybelline'in bu konsileri. Konsileri çox bəyənirəm. Dəfələrlə də almışam, istifadə etmişəm. Gündəlik istifadə üçün çox yüngül və qapatıcılığı çox yaxşı olan bir konsilerdir. Nömrəsi silinib. Ən açıq rəngidir, belə deyək. Nömrəsi silinib artıq. Oy. Sonra belə bir Revolution'dan ənlik. Bəyənmədim demək olar ki. Aldım və 2-3 istifadədən sonra qapağı bu cür qırıldı. Məndə bunun bronzeri var. Bronzeri də eyni şəkildə qapağı qırılıb. Yəni qapaq qırılanda bunu özünüzlə daşımaq çox çətin olur. Ona görə alanda artıq fikir verirəm ki, bir məhsul alanda qablaşdırması keyfiyyətli olsun ki, belə qırılıb yarı-yarımçıq atılası olmasın. Çünki pul vermişik istifadə eləmək üçün, atmaq üçün yox. Sonra qızlar, Pantene'in belə bir saç üçün spreyini almışdım. Bu yağ deyil. Bundan Bakıda görməmişəm. Bəlkə də var, mənim qarşıma çıxmayıb. Mən bunu Türkiyədən almışdım. Hint yağı, biotin və gül suyu. 7'si bir arada yazılıb. Ağırlaşdırmayan sprey yağ. Heç bir mənası yoxdur. Yəni bunu saça vurdun, vurmadın, heç bir şey yox, heç bir mənası yoxdur. İçində də biraz istifadə etmişəm və qalanı qalıb. Yəni mənasızdır düşünürəm ki, için. Skoku da bitib. Bu qədər istifadə etməmişəm ki, skoku da bitib. Sonra göz ətrafı nəmləndiricilərdən davam edək. Kollagenin belə bir özündən belə rolikli deyirlər də buna. Belə şarikli, şarikli göz ətrafı üçün. Bunu da bəyənmədim. Heç bir effekti yoxdur. Heç bir şey, yəni. Üzərindən makyaj da eləmək olmur. Çünki makyajı tökür. Belə pul eləyir, tökür. Yapışmır, yəni göz altlarına. Bunu da bəyənmədim. Bunu da demək olar ki, yarısı içində qalıb. İstifadə etməmişəm. NYX'in qaş sabitləyicisi. Qızlar, bunu hamı, bütün blogerlər, bütün YouTube'da, nə bilim, Instagram'da, TikTok'da, hər yerdə qarşıma çıxırdı. Mən düzü çox istifadə eləyə deyiləm qaş sabitləyici, yəni istifadə etmirəm
demək olar ki, çox nadir hallarda. Deyirlər ki, ağ ləkə buraxmır. İndi bilmirəm, bəlkə də istifadə edən insanlarda buraxmır. Amma şəxsən məndə ağ ləkə buraxır qaşlarımın üstündə belə. Sanki kəpək kimi bir şey buraxır da qaşlarda. O qədər də bunu bəyənmədim. İçində də biraz qalıb. Quruyub, nədir, nə deyil bilmirəm. Nəysə, yaxşı deyildi bu da. Bunu mən bəyənmədim. Yaxşı deyildi yox, mən bəyənmədim. Yəni, istifadə edib çox razı qalan insanlar var. Belə, bu da getdi. Sonra L'Oreal'ın belə bir nəmləndiricisi. Aloe veralı. Bu məndə, bunu 3 dəfə istifadə etmişəm. Bu 3-cü qabdır məndə. Qızlar, bu çox yaxşı məhsuldur. Çox gözəl nəmləndirir dərini. Üzərində makiyaj çox yaxşı oturur. Hal-hazırda başqa nəmləndiricilərim var. Ona görə də hal-hazırda evdə bundan yoxdur. Yəni, bu bitib onlar, yəni, baxacam da, yəni, daha yaxşıları da var evdə məndə və istifadə edirəm onları hal-hazırda. Amma bu da çox gözəl məhsuldur. Bir də sevdiyim xüsusiyyəti nədir? Mən ümumiyyətlə üz baxım məhsullarının qablarının şüşədən olmaqlarını çox bəyənirəm. Yəni, düşünürəm ki, şüşə daha sağlıqlıdır. Ona görə də bunu da çox bəyəndim. Həm şüşəsi, həm effekti, həm nəmləndirməyi çox gözəldir. Bunun da qiyməti 20 manatsa dolar yəqin. Elə bir şey deyildi. Sonra bunu necə istifadə etmişəmsə, qablaşdırmasını, canını da çıxartmışam. Klinikin üz yuma mus gedir bu. Nəsə də belə krem kimi bir şeydir üzüyü. Mən ümumiyyətlə klinikin bütün məhsullarını, həm dekorativ kosmetikasını, həm üz baxım məhsullarını, həm üz baxım məhsullarını, həm dekorativ kosmetikasını çox bəyənirəm. Mənə görə yəni bir nömrəli brenddir ki, klinik hər şeyini çox bəyənirəm bunun. Bu da üz yuma musudur. Bir də alaram mı? Bir də alaram. Həmişə istifadə edə bilərəm. Yəni bir dənə üz yuma gelim olsun, gel yox, musum olsun, nəsə də üz yuma vasitəm olsun, o da bu olsun. Yəni bunu çox bəyənirəm. Yəni bunu hamıya da tövsiyə edirəm. Bu yağlı, bu quru dərilər üçündür. Bir də bunun deyəsən bənövşəyi rəngi var, ondan da istifadə etmişəm. O yoxdur burada. Çünki bir aralar üzüm çox yağlı idi. Sonra qurumağa və karma olmağa başladı. Onunla da bunu istifadə elədim və bunu çox bəyənirəm. Əladır bu. Tövsiyə edirəm, onu alın. Sonra qızlar, Essence'in belə bir belə bronzerdir, nədir belə qoyursan əlin üstünə. Əlin yox idi. Əlin üstünə nə idi? Nəsə bronzerdir belə. Pıt qoyursan. Neçinə. Sonra onu dağıtmağa çalışırsan. Dağıtmağa çalışanda elə bir üzündən kir çıxardır. Elə bir hissiyat verir. Çox mənasız bir şeydir. Elə necə almışamsa 2-3 dəfə istifadə eləmişəm. 3 dəfə yəni şans vermişəm buna. 3 dəfə şansdan sonra da bu özünü doğrultmadığına görə elə içdə doludur. Flakon əslində şəffafdır, içi doludur deyə qəhvəyi rəngdədir. Elə bunu da istifadə etmədən atmışam o tərəfə. Sonra Maybelline'in belə glossları. Bunu alanda çox bəyənərək almışdım. Rəngi falan çox gözəl idi. Məndəki 20 nömrəsidir. Digər rəngləri də var idi məndə. Onu rəfiqəmə verdim, istifadə eləmirdim deyə. Almışdım və rəngi mənə yaraşmırdı deyə. Yəni çox istifadə etməmişdim də. Ona görə onu rəfiqəmə vermişəm. Bunun nəyini bəyənmirəm? Mənim dodaqlarım çox quruyur. Adam var ki, dodaqları quruyan deyil, amma mənim dodaqlarım, yəni nə olur olsun, qışda da, yayda da, hər situasiyada quruyur dodaqlarım. Bu da mat gloss olduğuna görə, baxmayaraq çox gözəl rəngi var, çox gözəl rəngin qalıcılığı var. Əgər kiminsə dodaqları quru deyilsə, yəni qurumursa, çatlamırsa, bunu tövsiyə edirəm. Çox gözəl rəng çalarları var və çox gözəl qalıcılığı var dodaqda. Və o parıltılı hissiyatı da yəni getmir. Yəni çay içdin, nə bilim, nəsə yedin, bulaşmır da, yəni heç yerə bulaşmır. Çox əla glossdur. Sadəcə mənim dodağımı qurutduğuna görə elə demək olar ki, içində də qalıb istifadə etməmişəm. Belə. Aha. Belə bir peeling duş geli var dağdan. Bunu set şəklində almışdım. Rossmanndan almışdım set şəklində. Setdə buydu. Sonra Eniselyanın bədən losyonuydu. Çox gözəl, çox xoşuma gəldi. Ətri də çox gözəldir bunun. Nəmləndiriciliyi də çox gözəldir. Losyonu hələ qalıb məndə, çox istifadə etməmişəm, biraz istifadə eləmişəm. Losyonu da çəkmək çox rahatdır. Süd kimidir. Əgər sevirsinizsə elə yüngül teksturalı losyonları alıb istifadə edə bilərsiniz. Eyni bu seriyanın. Yəni bu duş gelidir, peeling yazılıb, düzdür, peeling duş yazılıb. Belə. Bu da çox gözəl idi. Bunu bəyəndim. Sonra Zey Purist. Üz baxım məhsulları. Çox gözəldir.
Bu glikolik asitdir. Yəqin ki, bunu bilməyən yoxdur. Yəni bir sözlə də öz funksiyasını çox gözəl yerinə yetirir. Bunun haqqında danışmağıma ehtiyac yoxdur. Yəqin ki, bütün sosial şəbəkələrdə glikolik asidin nə dərəcədə dərimizə xeyirləri olduğunu, hansı problemləri həll elədiyini yəqin ki, hamı eşidib. Eşitməmisinizsə də harasa yazsaz çıxacaq. Məncə uzun danışıb sizi yormayım. Əladır və işini görür. Bu. Bunu hər kəsdən bəyənərək, yəni hamı alıb istifadə edir və bəyənərək, hamı da bəyənildiyini görərək aldığım bir şampundur. Amma mən bunu bəyənmədim. Çox mənasız bir şampundur mənə görə. Elidor. Tanımayan yoxdur. Sonra qızlar, Pureis'in nemləndiricisi. Bu, əgər dəriniz çox qurudusa, yəni üz dəriniz çox qurudusa, bunu istifadə etməyi sizə tövsiyə edirəm. Bu o qədər gözəl kremdir. Çox gözəl kremdir. Keçən il qışda mənim bu alın hissəm, bu hissələrim, bilmirəm kimdəsə olub ya yox, məndə də yəni həmişə olan bir şey deyildi. Keçən il qışda bunu daha çox hiss edirdim. Duşdan çıxandan sonra bütün alnım qızarırdı və qaşınırdı, qaşınıb qıcıqlanırdı quruluqdan. Və bu kremi istifadə etdim, o keçdi, getdi məndə. Artıq elə bir problem yaşamıram. Bu o qədər gözəl nəmləndirir ki, gün boyu da əlinizi nə vaxt üzünüzə aparsaz, o nəmi hiss edirsiniz dərinizdə. Çox gözəldir. Sonra İsana'nın nəlidir bu? Marula. Marula nədir? Neyse. İsana'nın belə bir bədən kremi. Almışam deyə istifadə eləyim dedim. Bundan artıq istifadə eləyə bilmədim. Yəni qaldı dibində. Heç bəyənmədim. Ətri qəşəngdir, amma yəni xeyli olur. Neyse qızlar, bunun ətri çox qəşəngdir, amma bir xeyli yoxdur da yəni. Yəni almasanız da olar. Oy, hamının təriflədiyi, daha yerə göyə sığdırmadıqları, bilmirəm, bəlkə də mənim dərimin rənginə uyğunlaşa bilmir bunun rəngi, bilmirəm, nədir, nə deyil. Amma aldığım ilk gündən bu Sinozun, bilirsə belə, içdə dolu istifadə etməmişəm. Buna nə deyim bilmirəm, buna tonal mı deyim, yoxsa nə deyim buna? Cilt tonu eşitləyici bakım kremi. Bakım kremiymiş bu. Nəysə, bilmirəm, mənim dərimə nə baxmadı, nə də cilt tonumu eşitləmədi. Bu mənim üzümdən elə bir kir çıxartdı. Yəni çəkirəm belə, kir kimi belə pul olur da, yəni dərim. Bunu alıb bəyənənlər var, istifadə edənlər var. Bu yəqin ki, mənim sadəcə dəri tipimə uyğunlaşmadı. Yəni istifadə edənlər, bəyənənlər çoxdur çünki bunu. Və şüşə qabda olmağa da plusdur. Sonra Clinique'in belə bir, nə deyim buna? Lip gloss, lip balm, gloss deyil, lip balm. Belə tünd rənglədir. Bitib səfim dibində qaldı. Bir də alaram mı? Alaram, çox gözəldir. Çox gözəl təbii rəng verir dodağa. Çox gözəl. Bu belə. Sonra yenə Maybelline'in belə bir glossu. Bu bitdikcə alıram bu rəngini. Görüm rəngi nədir? 24. Bubblegum rəngi. 24 nömrə bubblegum rəngi. Ay qızlar, bu çox gözəldir də. O qədər təbii görünüş verir. Dodağa çəkirsən, sonra dodaqdan silinib gedəndə belə alt tonu dodaqda qalır. Çox gözəl rəng verir və çox təbii görsənir. Hal-hazırda yenə var məndə, bu bitmişdi. Artıq dibində belə görünürü var, amma yəni yoxdur da, gəlmir. Almışam birində, çox gözəldir bu. Sonra Nivea'nın arındırıcı peelingi. Düyü pirinç peelingi yazılıb. Bunu da Türkiye'den almışdım. Amma yəni heç demək olar ki, istifadə eləməmişəm. Hoşuma gəlmədi bu. İçində də var elə. Bəyənmədim. Bir şey eləmir də, yəni peeling olaraq öz işini görmür. Sonra qızlar, bu dəriniz qurudusa, bədəniniz, bu İsana'nın bədən losionudur, Urealı. Bunu əvvəl alanda, əslində bundan bir qab almışdım mən. Sonra onu istifadə eləmədim, verdim rəfiqəmə ki, mən bunu istifadə eləyə bilmirəm, mənim dərimdə bu, yəni dəri özünə çəkmirdi də, canına çəkmirdi kremi. Sonra bir dəfə gördüm ki, Instagramdaydı, yoxsa haradasa qarşıma çıxdı ki, bu bədən losyonlarını dəriniz nəmləm çəksəniz daha yaxşı qopur dəriyə. Və ondan sonra getdim, bunun birini də aldım və bunu axıra kimi istifadə eləmişəm. İçində heç qalmayıb, hal-hazırda yenə var məndə evdə bir qab belə, yenə almışam. Bu çox gözəl nəmləndirir dərini, çox gözəl nəmləndirir. Amma duşdan çıxdınız, biraz qurulandınız, o belə çox sulu da yox. Biraz qurulandınız, nəm dəriyə bunu istifadə edin, necə nəmləndirdiyini görəcəksiniz. Sonra qızlar, bunu bir göstərməyəcəm, üçünü birdən göstərəcəm. Estee Lauder'ın gözaltı nəmləndiricisi, göz ətrafı nəmləndiricisi, üz kremi və üz serumu. Bilmirəm,
kimin dərisində necə xoş olar, xoş olmaz, kimi bəyənər, kimi bəyənməz bilmirəm. Amma mən bu üçünü bitdikcə aldığım məhsullardandır. Dəhşət bir şeydir. Yəni istifadə etdiyim indiyə kimi və effektini gördüyüm ən gözəl üz baxım məhsullarıdır, Estee Lauder'ın məhsulları. Bunun üz yuma geli də var məndə. Düzdür, klinikdə çox istifadə edirəm. Bunun üz yuma gelini niyə bəyənmirəm? Çox köpüklənir. Yuduqca köpüklənir, amma çox gözəl təmizləyir. Sadəcə olaraq o mənim tənbəlliyimdən irəli gəlir yəqin ki, o köpüyünü yumaq. Yəni üz yuma geli sadəcə mən bəzən set şəklində alanda bunları üz yuma geli üzərində, yəni set şəklində olduğuna görə onu da atmayacağam ki, təbii ki, istifadə edirəm. Pis deyil, o da çox gözəl yuyur. Sadəcə köpüklənir, çox köpüklənir. Məni yorur üzümü yuyub qurtarana kimi. Deməli qızlar, hər gecə göz ətrafı nəmləndiricisini, üz serumunu və üz kremini, bunu üzünüzü yuduqdan sonra bunu çəkib yatırsınız, səhər durub üzünüzə baxırsınız. Retinol, nə bilim, niacinamid, hamısı bunun yanında heç nədir. Səhər o qədər fresh bir dəri ilə, o qədər fresh göz altları ilə oyanırsınız ki. Yəni bu möcüzədir də mənə görə. Bu kremlər möcüzə kremlərdir mənə görə. Bunu çox sevirəm. Sonra Essence'ın belə bir pomadasını almışdım. Çox gözəl rəngi var. Bunu Rossmann'dan almışdım. İstifadə eləmişəm, biraz qalıb. Görünür bu qədər. Çox qurudur dərini. Dərin çox qurudur. Dodaqları çox qurudur. Zaten qurudu dodaqlarım. Sonra Olivia'dan belə set şəklində bu dörtlü idi. Belə dodaq üçün balzam almışdıq. Mənasızdır. Bu çox gözəldir. Bunun hər rəngini istifadə edirəm. Bitib də yəni içində. Nivea'nın bu dodaq balzamları hər yerdə görə bilərsiniz. Bunu qışda məndə hər yerdə, hər rəngini çox qəşəngdir bunlar. Sonra gələk burada mənim illərdir istifadə etdiyim tonal kremə Dior'un Forever seriyasından. 3 türü də var məndə və üçünü də çox bəyənərək istifadə etmişəm. Sadəcə olaraq bu axırıncı dəfə aldığım, demək olar ki, içində necə var qalıb, çox tündür rəngi. Çox tündür. Bunu niyə almışam, nə deyib almışam? Yəqin fikirləşmişəm ki, zaqar alaram, dərim qaralar istifadə edirəm, amma nə qədər də zaqar alsam, yəqin ki, bu qədər qara ola bilməzdim. Bunu niyə aldığımı özüm də bilmirəm. Amma çox gözəl tonal kremlərdir bunlar. Bunları çox bəyənirəm. Hal-hazırda yenə məndə var. Sadəcə indi məndə olan seriya, yeni çıxan bir seriyası var, odur. Qızlar, bunlar belə bitdi artıq, səbətim boşaldı. Əgər maraqlı oldusa, videomu bəyənib və like etməyi unutmayın, zəhmət olmasa. Əgər sizə maraqlı olarsa, istifadə etdiyim, yəni hal-hazırda istifadə etdiyim üz baxım məhsullarımı, kosmetik vasitələrimi də sizinlə çəkib paylaşarım. Belə, gələn dəfə görüşərik, özünüzə yaxşı baxın. Hələlik!